Salam uşaqlar. Demək biz videona nisbətlə tənasübün dərs izahlarını atdıq. İndi onların tapşırıqlardan bir neçə nümunə sizə izah edeyim. Digərlərini özünüz baxıb bu nümunələrə işləyərsiniz. Demək, kvadrat şəklində göstərilən qaydada 25 konkurent kvadratın bölünmüşdür. Şəkillənmiş hissənin sahəsi böyük kvadratın sahəsi neçə faizdir? Demək, birinci gəlin bunları sayaq görək necə kvadrata bölünür. 1, 2, 3, 4, 5, 25 dənə kvadrat var burada. Demək, 25 dənə kvadrat var. Neçəsi rənglənib? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Yenə də yaxşı sayaq. 2, 4, 6, 8, 10, 11. 11 vuracaq 100'ə. Bununla bu ixtisara gedir. Burada qalır 4. 4'ü də 11'ə vururum. Verir 44%. Cavab E variantı. Sonra gəlirik 3-cü suala. Cədvəldəki ədədlərin neçə faizi natural ədədlərdir? Gəlin biz burada baxaq görək neçə dənə ədəd var. 10 dənə dam ədəd var. Natural ədədlər budur. Natural ədədlər budur. Sonra gəlir budur. Başqa natural ədəd yoxdur. 2 dənədir. 10'da olacaq. 10'da 2 vur 100. Bununla bu ixtisara gedir qalır 10. 10'u 2'yə vuram 20%. Cavab C variantı. 5-ci nədir? Konkurent kvadratlara bölünmüş ABCD kvadratı neçə faizi şəkillənib? Demək, burada neçə dənədir? Tamam. 1, 2, 3, 4, 5, 25 dənədir. Olacaq 25'də 3. Çünki 3 dənəsi iştiriklənir. Vurulsun 100'ə. İxtisara gedir 4. 4'ü 3'ə vuram 12%. Cavab bu. Bu birinci suala bənzəyir elə. Bu birinci sualda da yazılır bunun həlli. 7, 8, 9, 10'a oxşayır hamısı. Biz 10-cu suala baxacaq. 80% 180 olan ədəd. Bu faizə görə ədədin tapılmasıdır. Demək, onda 180'i vuracam 100'ə, böləcəm 80'ə. Çünki 80% deyirək. İxtisar olunur. 2'yə ixtisarlanır. 9 burada qalır 4. Bununla da bu 25. 4'ə ixtisar 25. 9'u 25'ə vuranda neçə eləyir? 225 var. 220 cavab D variantı. Onluq kəsiri dedik faiz şəklində yazmaqdan ötürü həmin ədədi, yəni 0'dan 43'ü vuracam 100'ə. Eləcək 43%. Cavab 43% E-dədir. Ədədin yarısı. Bunlar da hamısı burada isə faizi onluq kəsir şəklində yazmaq lazımdır. Faizi onluq şəklində yazanda demişdim ki, həmin ədədi 100'ə böləcəm. O da bərabər eləyəcək 0,10.000'də 8642 var. Elə bir cavab burada. 100'ə böləndə vergül 2 rəqəm qabağa getməlidir. Bax burada. Vergül 2 rəqəm qabağa gedən B variantı. Belə. Sonra gəlir ədədin yarısı onun neçə faizidir? Ədədin yarısı həmin ədədin yarısı onun 50%'dir. D variantı. 130'un 30%'ni tapaq. Onda bu ədədin faizini tapmaqdır. 130'u 100'ə bölüb vuracam 30'a. Bunların üstündən xətt çəkəcəm. 13'ü ona vuranda 39 var. 39 cavab A variantı. Sonra 18'ə baxırıq. 18'də deyir ki, B bərabərdir. A vur B böl C ədədində A və B müsbət ədədlərdir. A-nı 10 dəfə artırırıq. Bura olur 10A.
C-ni 5 dəfə azaldırıq. C-nin də yerinə yazıram 5-də 1 C. Necə dəyişəcəkdir? Avtomatik bu yuxarı qalxacaq. 50 dəfə artacaq. Cavab A variantı. Sonra 4-19-da deyir ki, 4 və 5 ədədlərlə mütənasib olan 2 müsbət ədədin cəmi 45-dir. Yəni 4 böl 5-dir. Bərabərdir 4x üstəgəl 5x. O da bərabərdir 45-ə. 9x bərabər 45, x də bərabər 5. 4-ü 5-ə vururam 20, 5-i 5-ə vururam 25. Cavab. Bu ədədlərin hasilini tapın. İndi 20-25-ə vuranda 500 edir. Cavab B variantı. Sonra məktəbə gətirilən 400 kitabın 34,5% ədəbiyyat qalanlarsa riyaziyyat kitabları. Məktəbdə neçə riyaziyyat kitabı var? Bütöv kitab biz dedik 100%-dir da. Bunun 100-dən çıxaram 34,5. Bundan 1 onluq. Ondan 5'in 5'i. Burada qaldı 9. 9'dan 4'ün 5'i. Burada qaldı ondan 3'ün 7. Vergüldən elədi nə qədər burada? Ondan 5'in 5'i. Buradan 1 anlıq. Burada 6 qalır. 65 tam. Onda 5. İndi həmin o 400'ü böləcəm 100'ə. Bərabərdir 4. 4'ü vuracam 65 tam. Onda 5'i 4'ə vuracam. 4 də 5 20. 4 də 5 20 22. 4 dəfə 6 24 26. Demək burada cavab 262 D variantı. Sonra 23'ü həll edək. Demək 23'də tənasübdür. Biz dedik ki, 2 nisbətin bərabərliyinə tənasüb deyilir. Bunu belə eləyəcək. Demək 3,6-nı vuracam 3'də 5'ə. Bərabər olacaq 5'də 14 vurulsun x-a. Bunu belə yazacağım mən. X da bərabərdir 10'da 36, düzgün olmayan kəsirə çevirirəm. Vurulsun 3'də 5. Bölünsün bunun tərsini yazacağım. 14'də 5'ə. 5 ilə 12 qalır burada. 2 3'ə vururam 6, bu 6 ilə bu gedir. Qalır nə burada? 6'nı 5'ə vururam 30 böl 14. O da eləyəcək 15 böl 7. Cavab A variantı. Sonra gəlir 27'yə baxırıq. Ət pişirildikdə öz çəkisinin 44%-ni itirir. 4% 20 kiloqram təzə ətdə neçə kiloqram pişmiş ət alınır? Əgər 4%-ni itirirsə qalır 96%. Demək 20'ni böləcəm 100'ə, vuracam 96'ya. Bu eləyəcək. Elə bir ki 0,2'ni vuracam 96'ya. 2 dəfə 6 12 1 yadda. 2 də 9 18 7 1 19. Eləyəcək 19 tam onda 2. B variantı. 240 ədədin 25%. Mən bir izah elədim də. Dedim ki 25%-i 4'ə bölmək deməkdir. Elə birbaşa 240'ı 4'ə böləcək 6. Sonra 4 saata 17 detal hazırlayan dülgər eyni məhsuldarlıqla 85 detalı neçə saata hazırlayar? Demək burada 85'i böləcəm 17'yə eləyəcək 5. 5'i də 4'ə vuracam 20. Cavab E variantı. Sonra briqada 190 otağı təmir etdikdən sonra məlum oldu ki, o planı 95% yerinə yetirmişdir. Plana görə briqada neçə otaq təmir etməlidir?
Yazıram 95%. 190'dırsa 100% də x-dir. Demək 100'ü vuracam 190'a, böləcəm 95'e. Bununla bu xısara qalır 2, 2'yi 100'e vururam, elir 200. Cavab B variantı. Sonra 38'e baxırıq. Deyir 450 ədədini 2, 3, 4 ədədi ilə düz mütənasib hissələrə bölünmüşdür. Alınan ədədlərin ən kiçiyini tapın. Demək, verilmiş ədədi düz mütənasib hissələrə verilmiş nisbətlə bölmək üçün həmin mütənasib hissələri toplayıram. Edir 9x. Sonra həmin bu 450'ni ədədi 450'ni bölürəm 9'a. X-i tapmaqdan öncə. Elir 50. Kiçik ədəd neçədir? 50'ni 2'yə vurursan 100. C variantı. 40'a baxın. Şagird kitabdan 60 səhifəni oxudu. Oxunmamış hissə bütün kitabın 60%'dir. 60 səhifəni oxudu. Oxunmamış 60%'dirsə, demək oxunan 40%'dir. Yazıram mən 40% 60'dırsa, 100% də x-dir. 100'ü vururam 60'a, bölürəm 40'a. Bununla da ixtisara gedir 15, 15'i ona vuram, elir 150. Cavab bu variantı. Sonra gəlir bağın ünbirləşdirmək üçün bağban 2 kilogram azot, 3 kilogram fosfor və 6 kilogram əhəng qarışdırır. Demək 2 kilogram üstəgəl 3 kilogram, üstəgəl 6 kilogram. Eləyir 11 kilogram. Azotun kütləsinin, ümumi qarışım kütləsinə nisbətini tapın. Azot neçədir? 2-4. Cavab olacaq 11'də 2. C variantı. Sonra burada yazdım ki, velosipedçi 15 kilometr məsafəni 2,5 saata gedir. O həmin sürətlə 1 dəqiqəyə nə qədər yol gedir? Demək, metrə 15 kilometri metrə çevirəndə 15 min eləyir. Demək, 2,5 saatda 150 dəqiqə eləyir. 15 mini vuracam 150'yə. Demək, 15 kilometr 2 saat 150 dəqiqədir. Eləyəcək cavab 100 metr. Buna bunu böləndə eləyəcək 100 metr. Cavab D variantı. 8 saata 480 kilometr yol gedən kater həmin sürətlə 6 saata nə qədər yol gedər? 48'i 480'i böləcəm 8 eləyəcək 60. 60'ı 6'ya vuranda eləyir 3600. Cavab C variantı. 55 ədədin 20%'ni tapın. 55'i böləcəm 100'ə, vuracam 20'yə. Qalır 5, 11, 11'i 2'yə vuram 22. Sonra baxırıq 54'ə. M böl kəsrində M-i 3 dəfə artırırıq. 3M. K-nı 3 dəfə azaltdıqda K-nı dəyişməkdə kəsrin qiymətini tapın. K-nı 3 dəfə azaldırıqsa 3'də 1 olur. Qalxacaq yuxarı. 3 dəfə nə etməliyik? Baxın. Demək, M-i 3 dəfə artırırıq. 3M. K-nı 3 dəfə azaldırıq. P-ni olacaq da. P böl 3. K-nı isə dəyişməlikdə. K qalır. Bu avtomatik qalxır yuxarı. 3 dəfə azaldanda 9 dəfə artır. Cavab E variantı. Sonra 58'də. Deyir, yolun 10%'ni getdikdən sonra hansı hissə gedilməmiş qaldı?
90% qalıb. Olacaq 100-ə 90, o da 10-da 9. Var 10-da 9. Bəli. E variantı. Sonra gəlir diaqramlı misallara da baxaq. Deyir ki, burada burada da var da, diaqramda okeanın tutduğu sahələr göstərilmişdir. Atlantik okeanın sahəsi Sakit okyanusa neçə faizidir? Atlantik nə qədərdir? 90. Sakit nə qədərdir bəs? Sakit okean 180. Atlantik okeanın sahəsi Sakit okyanusun sahəsi neçə faizidir? 180, 90, 180, 50 faizi. Cevap D variantı. Sonra kitabın qiyməti 20% ucuzlaşdıqdan sonra 16 manat oldu. Kitabın əvvəlcə neçə edir kitab? 20% ucuzlaşdığında neçə faiz qaldı? Qaldı 80%. Demək 80% 16 olan ədəd. %100 x. 100 vur 16 böl 80. Buna bu gedir. 8, 16, 2'yi ona vururam 20. Bu variantı. Malın qiymətini 50% artırıb, sonra yeni qiyməti 50% artırdı. Malın ilkin qiyməti necə dəyişdi? Demək 50% artırdılar, elədi 150. Sonra yeni qiyməti 50% artırdılar. Eləyəcək malın qiyməti 50%, sonra yeni qiyməti 50% artırdılar. 75. 150'nin 50%'i 75'dir. Malın ilkin qiyməti necə dəyişdi? Malın qiyməti 50%, 150, 150'nin də gəlsə 75 oldu. 150'nin üstünə 75 gəldi, 225. İndi neçə faiz artdı? 125% artdı. Çünki əvvəldə 100% var idi axı. Sonra bundan yazmışım. Gəlin 103'ü yazağım. Burada qal. Baxın bunu yazım. Məhsuldarlıq 25 sentinerdən artırılıb 35 sentiner oldu. Demək bunu yazacağım mən. Demək 35 sentinerdən çıxıram 25 sentiner edir 10 sentiner. Demək indi 10 böl 25 vur 100. 100 nə? 10 böl 25 vur 100. Buna bu gedir, cevap qalır 40. İndi buna baxırıq. X-i tapaq birinci. X bərabərdir 4'də 9 böl 13'də 9 çıxılsın 1/4'də 1. Demək 2 tam demək bu olacaq 4'də 9 vurulsun bunun tərsi 9'a 13 çıxılsın 1/4'də 1.
bərabərdir. Bununla bu gedəcək, qalacaq 4-də 13. O da eləyəcək 3 tam 4-də 1. Çıxılsın 1 tam 4-də 1, o da eləyəcək 2. Demək, x-imiz 2-dir. Burada 0 tam 10'da 3 vurulsun 2. Bölünsün. X-imiz 2'dir. 2 üstə gəl y. Bərabərdir. Bunların vergülərin üstündən xətt çəksəm eləyəcək. 45 ilə 9'u ixtisar eləsəm eləyəcək 5'də 1. Tənasüb kimi birə vursam 2 üstə gəl y bərabərdir. Bu 5'i 0 tam 2'ye vuranda 10, 3'e de buna da bu 5'i 2'ye vururam 10, onu da 0 tam 10'da 3'e vuranda 3. Y de beraber 1. Cevabımız oldu A variantı. Sonra diagram. Diagramda yazılıb ki, 3 gün ərzində 230 ədəd telefon satılıb. Diagrama əsasən birinci gün neçə ədəd telefon satılıb? 20%, 40%, cəmi 100% olmalıdır. Eləyəcək bura 60%. İndi 230'u böləcəm 100'ə, vuracam 60'a. 23'ü 6'ya vuracam. 6 ve 3 18, 6 ve 2 12 eləyəcək 138. Məsələn, bax burada 127'də deyir ki, ədədi 50 dəfə azaltdıqda neçə faiz azalır? Demək, 100'ü bölürəm 50'yə, elədi 2. Demək, 100% 4'dür. İndi 100'dən də 2'ni çıxanda eləyir 98. Demək, 98% azalıb. Sonra müəyyən yükü daşımaq üçün yük götürmə qabiliyyəti 6 ton olan 18 yük avtomobil lazımdır. Demək, 6'nı vuracam 18'ə. Çünki yüküm. Bu yükü daşımaq üçün yük götürmə qabiliyyəti bu qədər olan. Bərabər olacaq x vurulsun 6 tam 4'də 3'ə. Demək, 6 vurulsun 18 bərabərdir x vurulsun 4'ü 6'ya vururam 24, üstünə 3 gələm 27. Demək, x bərabərdir 6 vur 18 böl bu olduğuna görə bu 27'ni bura gətirəcəm 4 bel olacaq. 18 ilə 24 9'a gidir 2. Burada qalır 3. 3 ilə 6 gidir 2. 2 2'ye vururam 4. 4 4'e vururam 16. Baxın uşaqlar, bu da digər misallar da baxıb həmin tip tapşırıqları yaza bilərsiniz. Bugünlük bu qədər. Növbəti videoda görüşərik. Sağ olun.